Trigonometrik nisbətlərdə ümumiyyətlə birinci sizə üç bucaqdan başlayır. Yəni bir dənə düz bucaqlı üç bucağı çəkirik. Bu düz bucaqlı üç bucaqda deməli nələri qeyd edəcəyik biz? Burada bax A var, B var və C var tutaq ki. Burada alfadır. İndi düz bucaqlı üç bucaqda ümumiyyətlə birinci sinusdan başlayaq. Sinusun mənası qarşı katet bölünsün hipotenuz olur. İndi alfanın qarşısı A'dır. Düzdürmü? Hipotenuz da nədir? C'dir. Yəni 90'a bitişi olmayan. Oldu belə. Getdi. Gəlsi. Kosinus alfa nədir? Kosinus alfa məna olaraq qonşu katet böl hipotenuz olur. Qonşu nə deməkdir? Yəni alfa qarşısında A'dır, amma qonşusu nədir? B'dir. Yəni görürsünüz bura qonşusu. Alfanın qonşusu. Olur B. Hipotenuz da C'dir. Bunu bilirsiniz da. Tangens. Tangens qarşı katet böl qonşu katet deməkdir. Yəni alfanın qarşısı A, qonşusu B olur. C hipotenuzdur deyə onu qeyd eləmirik. Kotangens alfa. Qonşu katet bölək qarşı katet olur. Aydındır. İndi alfanın qonşusu B'dir, qarşısı A'dır. Belə. Yəni, buradan müəyyən nəticələrə gələcək. Nələrdir? İndi mən sizə xırda deyim. Bax, tangenslə kotangens biri qarşı böl qonşudur, biri qonşu böl qarşı olduğu üçün tangens alfa əslində tərsi kotangens alfanı verir. Yəni kotangens alfa əslində nədir? 1 böl tangens alfadır. Yenə deyirəm, səbəb nədir? Çünki qarşı böl qonşudur, o birisi də qonşu böl qarşıdır. Yəni biri A böl B'dir, biri B böl A'dır. Deməli nədirlər? Tərsdirlər. Tərs olduqları üçün tangens alfanı kotangens alfaya vuranda nə verir? 1 verir. Oldu? Bu nəticəyə gəldik. Bu getdi öz işinə. Daha sonra müəyyən şeylər var burada. Misal üçün, sinusda sən qarşı böl hipotenuzu götürürsən, kosinusda qonşu böl hipotenuzu götürürsən. Bu səbəblə də, misal üçün, sinus alfa nə alırsa, kosinus 90 çıx alfa alır. Yəni onu 90'a tamamlayır. Nümunə üçün deyim ki, sinusun 20'də aldığını kosinus 70'də alır. Sinusun 10'da aldığını kosinus 80'də alır. Və yaxud da əksinə, kosinusun 45'də aldığını sinusda 45'də alır. Yəni, nə inirsən elə həmişə toplayanda 90 inir bunların qiymətləri bərabər olarsa. Oldu? Eyni şərt, yəni bu şərt həmçinin tangensdə də keçir. Yəni, tangens alfada nə alırsa, kotangens onu 90 çıx alfada alır. Oldu mu? Yəni, tangens normalda 60'da mən bilirəm ki, kökdə 3 alır. Kotangens də həmin qiyməti 30 dərəcədə alır. Yəni, 90'a tamamlayır. Sonra, deyək ki, tangens 2 dərəcədə nə alırsa, kotangens həmin qiyməti 88 dərəcədə alır. Yəni, bir-birlərini 90'a tamamlayırlar.
Aydın oldu bunlar. Buralıq bir problem yoxdur. Yəni, bəzən misallar elə olur ki, açırsan sualı, belə bir sual düşür. Elə nümunə üçün deyirəm. Deyir, sin 1 dərəcə, üstə gəlinsin, kotangens 23 dərəcə, çıxılsın, kosinus 89 dərəcə, çıxılsın, tangens 67 dərəcə. Getdin imtihana sual düşdü. Sən indi buradan bax, gör nə alarsan cavabı. Təxmin edin. 0. Çünki sinus 1 həm də kosinus neçədir? 89, 90'a tamamlamır. Bunlar eyni şey olduğu üçün sinus 1'dən cos 89 çıxanda 0. Kotangens 23'də aldığını tangens neçədə alır? 67'də. Çünki bir-birini 90'a tamamlayırlar. Kotangens 23'dən tangens 67'də çıxanda yenə nə qalır? 0. Yəni eyni olduqları üçün nəticə nəyi verir? 0'ı. Fikrim çatdı? Belə. Buradakı nəyi görürsünüzsə, yazıb yenə vaxtınızı aparmaq istəmirəm. Evdə inşallah bu qayda hissəsinin hamısını dəftərə köçürərsiniz gələn dərs. Mütləq. Yaxşı. Burada nəsə aydın olmayan bir şey var yoxsa? Keçək indi bucaq məsələsinə. Biz sinusun dərəcələrini əzbərləmişdik, əslində öyrənmişdik sizlə. O da sahəyə görə məcburən. İndi onları bir dənə təzədən sadalayıram. Sinus 0-da 0 alırdı. Sinus 30'da, sinus 45'də, sinus 60'da, bu da sinus 90'da 1 alır. Belə. İndi bir məsələni qeyd edeyim ki, bir dənə sinusu əzbərləməklə bütün trigonometrik cədvəl bilmək olur. Səbəb nədir? Bayaq mən sizə dedim ki, sinusun 0'da aldığını kosinus neçədə alır? Kosinus 90'da alır. Yəni onda belə çıxır ki, kosinus 90'da nə alır? 0. Aha. Sinusun 60'da aldığını kosinus neçədə alır? 30'da. Aha. Yəni neçə alır? Mən biraz tərsinə yazdım. Gəlin bir də daha sərgəli olsun. 60 yazaq da burada. Kosinus 60'dan alır dedik. Sinusun 30'da aldığını, yəni 2'də 1. Bəs kosinus 45'dən alır. Sinusun 45'də aldığını. Kök altda 2 böl 2. Kosinus 30'dan alır. Sinusun 60'da aldığını kökdə 3 böl 2 və kosinus 0'dan alır. Sinusun 90'da aldığını. Yəni 1. Yəni fikir verin, bir-birini həmişə 90'a tamamlayırlar. Bayaq sizə dedim, həmin söhbətdir. Sən bu cədvəldən, misal üçün, sinus əzbərləməklə kosinusun hamısını tərsinə biləcəksən. Misal üçün, mən bilirəm ki, mənə sual verdilər ki, cos 60 nədir? Mən o saat sin 30'u fikirləşirəm. 2'də 1, qutardı. Bildiniz nə demək istəyirəm? Mən kosinus 90 soruşan kimi sinus 0'ı fikirləşirəm. Demək nə alır? 0. Yəni 90'a tamamlayan hissə ilə tapmaq olur. İndi belə deyək də, tangens sinus böl kosinus olduğu üçün, misal üçün, sənə deyəndə ki, tangens 30'da nə alır? Sən deyirsən ki, sin 30 böl cos 30. Sin 30'da nə alır? Bu da kökdə 3 böl 2. Bu ikilər gedir, qalır 1 böl kökdə 3. Bir də görürsən ki, testlərdə 1 böl kökdə 3 verir. Bir də görürsən ki, yuxarını aşağını kökdə 3'ə vurur. Kökdə 3 böl 3 verir. Daha doğrusu budur.
Nəyə görə? Çünki məxrəc irrasional, yəni kök altda qalmasa yaxşıdır. Misallarda, cavablarda olmasa yaxşıdır. Belə. İndi misal üçün, mən sizə desəm ki, kotanyas alfa nədir? Kos alfa böl sin alfadır. Niyə? Çünki biz bayaq dedik ki, bunlar bir-birlərinin tərsidir. İndi mən sizə elə belə sual verirəm. Deyirəm ki, uşaqlar, kotanyas 45 dərəcədə nə alır? Bəli. Niyə? Bəli, cos 45 böl sin 45 olur. Cos 45-də kökdə 2 böl 2 alır. Sin 45-də yenə kökdə 2 böl 2 alır. Beləndə 1 qalır. Aydındır. Belə yenə cədvəli əzbərləyə də bilərsiniz. Fərqi yoxdur. Amma belə yadınızda da saxlaya bilərsiniz. Mən açığı biraz əzbərçilik tərəfdarıyam. Onsuz adam çox yazanda yadında qalır da, yəni belə durub hər dəfə böləsi deyilsən ki. Bunun çox qiyməti yoxdur. Tanyensin 0-da qiyməti 0-dır. Tanyensin 30-da qiyməti kökdə 3 bölü 3-dür. Tanyensin 45-də qiyməti 1-dir. Tanyensin 60-da qiyməti kök altda 3-dür. Tanyensin 90-da qiyməti yoxdur. Niyə yoxdur? Çünki tanyensin mənası simbol kos deyil. Kosinus 90-da nə alır? Onda tanyensin məxrəci nə olur? Məxrəci 90 olanda tanyensin 90-da belə dedim, məxrəc 0 olur. Kosinus 90-da 0 aldığı üçün. Ona görə də bu cavabı götürə bilmirik. İndi bunun tərsinə keçirik. Misal üçün, kotanyens 0-dan alır? Boş çoxluq. Çünki tanyens 90-dan alırsa, kotanyens də 0-da eyni şey alır. Kotanyens 30-da nə alır? Kökdə 3. Kotanyens 45-dan alır? 1. Kotanyens 60-dan alır? Fikir verin, bir-birlərini 90-a tamamlayırlar. Kotanyens 90-dan alır? Aydındır. Belə birbaşa əzbərləyə də bilərsiniz, amma yəni bölgü ilə də tapma olur. Yəni tanyens 45-dən alır, kökdə 2 böl 2 böl, kökdə 2 böl 2. O da 1 verir. Belə. Bu oldu bizim bütöv izahımız. Birinci sualda katetləri 3 və 4 verib, düzdürmü? Katetləri 3 və 4 veribsə, artıq hipotenuz 5 olur, qutar. Kiçik iti bucağın sinusu. Biz bilirik ki, kiçik iti bucaq kiçik katetə baxır. Onda bura alfa düşür. Bunun sinusunu tapanda, sinusun mənası nə idi? Qarşı bölü hipotenuz. Alfanın qarşısı 4, hipotenuz 5. Kiçik iti bucaq kiçik katetə baxır da. Nətər yazmış? Ha, doğrudan 3 daha balacadır. Biabır oldu. Ha. Hamısını. Bir dənə gözün qoyun bunu sileyim. Bir daha. Üç bucağı çəkdik. Bura 3'dür, bura 4'sə, bura qalır 5. Hə, kiçik iti bucaq kiçik katetə baxır. Sinus alfa bərabərdir, qarşı katet böl hipotenuz. Bu da 0,6 verir. Yəni 2'yə vuranda. Oldu. Bu da eyni sualdır. Kosinusunu tap deyir. Orada artıq nə olacaq? 4 böl 5 olacaq. Qutardı getdi. Baxaq bu qiymətlərə. Kosinus 30 üstə gəlir, tangents 30. Kosinus 30'da alır. Xeyr, kökdə 3 böl 2.
Kosinusun 30'da aldığı bucaq sinus 60'dardır. Sinus 60'da kökdə 3 böl 2 alır. Tangents 30'da alır, kök alta 3 böl 3. Buranı 3'ə vuracaqsan, buranı da 2'yə. 3 kökdə 3'ün isə 2 kökdə 3 olur 5 dənə kökdə 3. 2-ni 3'ə vuranda aşağı 6 düşür. Aydındır? Bu da eynidir, özünüz o qiymət hesablamalarına baxarsınız. Bu sualda ABS üçbucağında, bu şeydə ehtiyatlı olun, C-ni 90 verib. 90 verilən yerə C yazırsınız. Burada AB qoyursunuz. Düzdürmü? Sin A bucağı 3'də 2'dir. İndi sinusun mənası qarşı bölü hipotenuz deyil. A-nın qarşısı 2K, hipotenuz da 3K. Çünki 2 bölü 3 verib. İndi sən 9K kvadratından 4K kvadrat çıxanda 5K kvadratı qalır. Kök alta da salanda nə olur? Kök alta 5K. İndi bizdə nəyi soruşur? Tangens A bucağını. Tangens A bucağı nədir? Tangensin mənası qarşı, yəni 2K bölünsün qonşu kökdə 5K. 2 böl kökdə 5. Bu arada bir şey deyim ki sizə, bəzən adı qonşu yox, bitişikdə deyirlər. Qonşu katet yox, bitişik katetdə deyirlər. Yəni sizə hansı rahatsa, mən belə deyirəm. Yeddiyə baxaq. Hansı doğrudur? Mən tapdım. B. Çünki bayaqsa dedim, kosinus misal üçün 70'dir, sinus 90-70 olur. 20'də alır. Bir-birlərini 90'a tamamlayırlar. Həm məsələdə. Aydındır. 8'də hansı doğrudur? A bəndi. Tangensin mənası sinus böl kosinusdur. Aydındır. Asan, qaymaq kimi suallardanız. İndi sinus 40, kosinus neçə deməkdir? 50. 90'a tamamlayır. Görsünüz? Yaxşı. Kosinus 20, sinus 70 deməkdir. 90'a tamamlayır. 11-ci sualın cavabı nədir? 0. Çünki sin 40 əslində cos 50'dir də, həm də. Çıxanda 0. 12'də cos 20, sin 70'dir. Sin 70'dən sin 70, 0 qalır. Belə. Bura qədər bir problem yoxdur da, yəqin ki. A bərabərdir sinus 30. Sinus 30'da 2'də 1 alır. B bərabər kosinus 30. Kök alta 3 böl 2 alır. Kök alta 3 1'dən daha böyük olduğu üçün B-dan böyükdür də. Bir dənə qaldı nə? Tangens 30. Bu da olur 2'də 1 böl. Bir başa yazım da, başa düşərsə yəqin. Kök alta 3 böl 3. Düzdür? Hə. İndi sizcə hansından böyükdür? Gəlin bir araşdıraq tapaq. A burada ən dıqılısıdır. İndi bu ikisi arasında qalırıq. Əgər surətlər eynidirsə, məxrəci balaca olan daha böyük sayılır. Bu arada bu C də. C ortancıl B-ən böyükdür. Bir daha deyirəm. Məxrəclər bax fərqlidir, surətlər eynidir. Məxrəci balaca olan daha böyük sayılır. Ona görə B hamısından böyükdür. Aydındır? Belə. 14 özünüz baxarsınız. Aşağıdakılardan hansı iti bucağın sinusu ola bilməz? Sizcə hansı ola bilməz? Ola bilər? Hə, baxın, ola bilər. Bir dənə bir məsələ deyimsə, birincisi, sinus 30'dan alır. 2'də 1 nə deməkdir? Deməli, iti bucaqda 30 dərəcə ola bilər. Bu arada bir şey də qeyd edeyim ki, sinus və kosinusun
ən böyük qiymətlər həmişə 1-dir. Ən kiçik qiymətləri -1-dir. Yəni, 1-dən böyük heç vaxt qiymət ala bilmirlər. Kosinus da həmçinin. Ən böyük 1 ala bilir, ən kiçik -1 ala bilir. Əks hallarda qiymət ala bilmirlər. Yazınıza saxlayın bunu. Yəni, bir yerdə görsəniz ki, sinus 1/3-dür, heç vaxt ola bilməz. Və yaxud da -1/5-də heç vaxt ola bilməz. Ancaq gərək 0-da neçə olsun? Maksimum 1 ola bilər, minimum -1 ola bilər. Sinusda, kosinusda. Oldu. Amma tangens və kotangensin ən böyük qiyməti yoxdur. Bildiniz? Sadəcə sinus və kosinusun ən böyük qiyməti var. Sinus və kosinusun ən böyük qiymətlər 1, ən kiçik qiymətlər -1 olur. Belə. 16. Hansı iti bucağın sinusu ola bilər? A bəndi, 0.6 qutardı. Burada onsuz da bayaq dediyim kimi, 1-dən böyük heç biri ola bilməz, ona görə heç biri ödəmir. 17. Burada nə alınacaq? 1. Çünki sin 48 onsuz da cos 42 deməkdir. Cos 42 ilə cos 42-yə böləndə 1 qar. 18-də yenə 1 cıvənd. Baxaq bura. Kiçik iti bucağının sinusu 0.6 olan. Bir dənə sinus alfanı qeyd elədik. Sinusun mənası nə idi? Qarşı bölü hipotenuz. Düzü? Yəni, qarşısı 6K, bu da 10K. Çünki qarşı 6K, bura 10K olanda 6 bölü 10 0.6-nı verir. İndi ora 6K, bura 10K-dırsa bura 8K. Çünki 100-dən 36 çıxanda 64, 8-in kvadratı. İndi sənə nə deyir? Üçbucağın perimetri 48-dir. Bu. Toplayanda nə qədər? 24K 48 olarsa K 2-dir. Hipotenuz 10 vur 2 20 olur. Aydındır uşaqlar. Bəli. Can uzunluğu yazaq, ondan daha yaxşıdır. Cos 30'da nə alır? 2. Sin 60'da da yenə kökdə 3 böl 2 alır. Çünki 10 saat cos 30'dan sin 60 eyni şeydir. 90'a tamamlayırlar. Tangens 30'da kökdə 3 böl 3. Kotangens 60'da yenə kökdə 3 böl 3. Bir dənə bir şeyə fikir verin. Bundan 2 dənədir də. 2 dənə kökdə 3 böl 2. Bir dənə kökdə 3 qalır. Bütöv. Burada neçə dənədir? 2 dənə kökdə 3'dür. Böl 3. Oldu belə. İndi biz nə edəcəyik? Bunu yazaq kökdə 3 böl 1. Üstə gəl 2 kökdə 3 böl 3. Buranı 3'ə vursam, orta məxrəc olar aşağı 3. 3 kökdə 3'ün üstə 2 dənə kökdə 3 gələndə 5 kökdə 3 böl 3. Aydındır. Belə. Ora 10, ora 8-sə bura 6 qalır. B bucağının kotangensi. Kotangens qonşu böl qarşı deməkdir. 6 böl 8 olur. 3 böl 4. İndi bu oldu A bəndi. Bunu biz %75 də deyə bilərik də. Aydındır.